Ölkədə qəzalı binaları siyasi tərtib edilib. Belə binaların bəziləri Gəncə şəhərində yerləşir. Bəs bu binaların aqibəti necə olacaq? Hazırda hansı işlər aparılır? Əməkdaşımız Xaliq Qurbanlı xəbər verir. Gəncə, eləcə də qeyd etdiyimiz kimi Sumqayıt və Bakı şəhərlərində qəzalı binalarda, daha doğrusu yaşayan sakinlərin köçürülməsi və həmən binaların Fövqəladə Hallar Nazirliyi tərəfindən qiymətləndirilməsi prosesi də aparılıb və bir qism binaların, belə deyək, yaşaması üçün vətəndaşlarımızın həmin binaları da məqbul hesab edilməyib. Ümumilikdə, ölkəmizin ikinci ən böyük şəhərində nə qədər qəzalı bina var və həmən binalarda nə qədər sakin yaşayır və onların mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində hansı tədbirlər görülür və yaxud da görüləcəkdir? Bununla bağlı bizə daha ətraflı məlumatı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov məlumat verəcək. Buyurun İlqar müəllim. Salam, hər vaxtınız xeyir olsun. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansında 19 ədəd yaşayış binası mövcuddur. Hal-hazırda bu binada 1623 mənzildən ibarət olmaqla 4683 sakin yaşayır. Gəncə şəhərində mövcud olan bu yataqxanaların istismar müddəti demək olar ki, başa çatmışdır. Bununla əlaqədar olaraq müvafiq tədbirlər görmüşdür. Belə ki, Gəncə şəhər Kimyaslar küçəsi ilə Nizami prospektinin kəsişməsində 3 ədəd üzr istəyirəm 9 mərtəbəli, 1 ədəd 10 mərtəbəli yaşayış binası inşa olunmuşdur. 249 mənzildən ibarətdir. Yataqxanada yaşayan sakinlərin bir hissəsinin həmin binalara yaxın vaxtlarda köçürülməsi nəzərdə tutulmuşdur. Bu da həmin yataqxanalarda sakinlərin bir hissəsinin sosial həyat şəraitinin və eyni zamanda mənzil məsələlərinin həllində müsbət rol oynayacaqdır. Yerdə qalan digər yataqxanalarda yaşayan sakinlərin də gələcəkdə köçürülməsi üçün müvafiq tədbirlər görülməkdədir. Oldu, təşəkkür edirəm. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının birgə apardığı araşdırmalar nəticəsində Bakı şəhərində 228 ünvanda 7170 mənzil, Sumqayıt şəhəri üzrə 21 ünvanda 464 mənzil, Gəncə şəhərində 11 ünvanda 708 mənzil olmaqla ümumilikdə 260 ünvan üzrə qəzalı binalarda 8342 belə deyim, mənzil aşkar edilmişdir və həmin binaların 159-unda dövlət vəsaiti, 84-ündə investor vəsaiti, 17-sinin isə dövlət həm də investor vəsaiti hesabına sakinlərin köçürülməsi və şəhərsalma qanunvericiliyinə uyğun mümkün olduğu ərazilərdə yeni binaların tikintisi nəzərdə tutulur deyə Nazirlər Kabinetinin məlumatında qeyd olunur.